Bugün mən sizə ürək-damar xəstəliklərində irsiyyatdan danışmaq istəyirəm. Kardiologiyada yeni rəhbər tövsiyələrə görə irsiyyatda əsas fikir verəcəyimiz amillərdən biri xolesterin və pis xolesterinin olmasına yanaşı yeni rəhbər tövsiyələr bizə apoprotein və lipoprotein haqqında da məlumat olmağımızı deyir və əgər genetikində xolesterinin, pis xolesterinin yüksəklik varsa və irsiyyatında hiperxolesterinemiya, yəni yüksək qanda xolesterin yüksəkdirsə, artıq 9-11 yaşda gənc uşaqlarda onun yoxlanılması, 19 yaşından sonra isə irsiyyata fikir verərək daha irəli olaraq 5 ildən bir qanda bu müayinələrin aparılması gərəkir. Çünki nə qədər erkən müayinələr bir o qədər ölüm riskini azaldır və irsiyyatda olan daha gənc yaşında infarkt riskini, qəfləti ölüm riskini azaltmaq deməkdir.